Salam, mən Premium Akademinin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəsbə Ramazanova. Bugün 30 noyabr tarixində 3-cü qruplar üçün keçirilən sınağın ədəbiyyat suallarına baxacağıq. Başlayaq. 61-ci sual. Hansı janrın şeir vahidi digərlərindən fərqlənir? Qəzəlin şeir vahidi beytdir, qəsidə də beytdir, qitə də beytdir, məsnəvidə beytlər formasında yazılır, lakin rübai bəndlər formasında yazılır. Bu səbəbdən birinci sualımız olacaq. Y variantı. Sitat hansı əsərdəndir və hansı obraza aiddir? Ay çoban qardaş, mən belə keçi görməmişəm, ona görə baxıram. Bu sitat bizim ağıllı uşağın nağılımızdandır. Lakin bu sitat vəzirə yox, ağıllı uşağın nağılından Əhmədə aiddir. Hansı ki o çobana baxdığı üçün çoban ondan soruşur, niyə bu keçiyə baxırsan? Və o da belə cavab verir. 63. Kərpic kişinin dastanı əsərinə aiddir. Epik növdə yazılan bu əsər müstəqil mənzum hekayədir. Xeyr, Sirlər Xəzinəsinin tərkibinə daxildir. Hadisələrin təsvirində təhkiyə və tərənnüm üsulundan istifadə olunur. Bu da yanlışdır. Əsərdə məsləhət verən obraz mənfi planda təqdim edilsə də niyyəti pislik deyil. Mənfi planda təqdim edilməmişdi həmin obrazımız. Qocanın sözlərindən sonra oğlan səhvini başa düşüb üzr istəyir. Oğlan səhvini başa düşür, lakin üzr istəməyi yoxdur. Əsərin sonu müəllifin sözləri ilə yekunlaşır. Bəli, sonda Nizami Gəncəvi özünün hikmətamiz fikirlərini söyləyir. 64-cü sual. Biri uşaq oturaq oyunlarına aiddir. Lal dinməz xəndəyə düşmən dəsmalı ver, dəyirman, əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. Bunlardan oturaq oyunlara aid olacaq, lal dinməz. 65. Hansı cərgədə şifahi xalq ədəbiyyatının lirik növünün janrlarından ibarətdir? Lirik növünün janrları deyir. Tahmaca epik növdədir, çıxdıq. B variantında məsnəvi rübai şifahi xalq ədəbiyyatı deyil, yazılı ədəbiyyatı götürmürük. Mahnı, qoşma, ağı, tuyuq burada yanlışdır C variantında. Mahnı, bayatı, holavar və sayacı sözlər bəli. Doğrudur. Bunlar lirik növün janrlarıdır. Doğru variantımız olacaq. D variantı. 66-cı sual. Koroğlu ilə Bolu bəy qolumda, Koroğlu ilə birgə Çənibelə tərəf yola düşənlərdən deyil. Biz orada görürük ki, Qaravaş və Qaravaş aid olduğu Dünya xanım qayıdır. O cümlədən Koroğlunun ardınca getmiş İsabalı da qayıdacaq. Mehdər Murtuz da Koroğludan üzrxahlıq edir və Koroğlu onu bağışlayıb Çənibelə aparır. Amma Xoca Əziz Çənibelə qayıdanlardan deyil. Çünki o ümumiyyətcə Koroğlunu xilas etmək üçün yola düşməmişdi. 67. Məhəmməd Füzulinin söz əsərinin janrı haqqında hansı fikir səhvdir? Janrı haqqında deyir. Biz bilirik ki, bu qəzəldir. Beyt şəklindədir. Doğrudur. Qafiyə quruluşu A, B, A, C, A qəzəlin qafiyə quruluşudur. Doğrudur. Klassik şeir janrındadır. Bəli. Bu janrda hər hansı bir hadisənin, şəxsin, əşyanın mətə əsasdır. Bu yanlışdır. Çünki Məhəmməd Füzulinin söz qəzəli məthiyə deyildir. Ona görə də biz deyə bilmərik ki, burada hər hansı bir hadisənin, şəxsin məthi əsas olacaq. 68-ci sual. Mirzə Fətəli Axundovun Hekayət-i Müsyo Jordan, Həkimi Nəbadət və Dərviş Məstəli Şah komediyasının final hissəsinə aid olan sitatı seçin. Balam, sən hələ uşaqsan. Bu zadlar tamam boşdur. Bu doğru fikir deyil. Nə söyləyirsiniz xanım? Özüm başımı qoymağa yer tapmıram. Şahbazı hara aparacağam? Bəli, bu fikri biz aid edə bilərik əsərin final hissəsinə. Çünki Müsyo Jordan oradan Təbriz konsulundan məktub alır ki, o tezliklə Fransaya getməlidir. Kral devrilib və Şəhrəbanu xanım ondan soruşanda ki, bəs Şahbazı özünlə aparacaqsan? O da deyir ki, özümün yerim yoxdur, Şahbazı özümlə hara aparım? 69-cu sual. Aldanmış Kəvakib əsərinin məzmununa aid olan fikri seçin. Şah Abbas ulduzlarla mübarizə aparmaq üçün özü təklif vermir. Öz əyan əşrəfindən təklif istəyir. Şah Abbasın zülmkar olduğunu sübut edən faktlar elə onun öz dilindən verilmir. Müəllifin dilindən verilir ki, oğlanlarının gözünü çıxardıbdı.
Ondan görə də özündən sonra hakimiyyəti oğlanları yox, birbaşa onun nəvəsi keçibdi. Yusif Şah məmurların özbaşınalıqlarına bələd olduğu üçün onları yeniləri ilə əvəz edir. Bu fikri doğru götürə bilərik. Çünki Yusif Şah elə hakimiyyətə keçməmişdən öncə Şah Abbas və onun hakimiyyət idarələrini tənqid edirdi. Və buna görə də onu ölümə layiq bir şəxs kimi seçmişdilər ki, taxta gətirək, ulduzlar onun başına bəla açsın. 70-ci sual. Molla Pənah Vaqifin həyat və yaradıcılığına aid edilə bilər. Həm lirik, həm də epik növdə yazması. Bu yanlışdır, çünki Vaqif epik növdə yazmayıbdı. Məhəbbətə dair fikirlərində Füzuli ənənəsinə sadiq. Füzuli sufiyanə görüş olubdu, amma Molla Pənah Vaqifdə məhəbbətdə sufi görüşləri yoxdur. Şeirlərində xalq yaradıcılığından bəhrələnməsi, bəli, bunu götürə bilərik, çünki Vaqif öz şeirlərində xalq yaradıcılığı nümunələrindən bəhrələnmiş sənətkarlarımızdan biridir. 71-ci sual. Koroğlu doğrudan da çox duyğan edib. Mən indiyə kimi ona fikir vermirdim. Deyirdim, paşalar özləri onun öhdəsindən gələrlər. Verilmiş fikir kimə aiddir və kimə deyilir? Bu fikir Hasan Paşaya aiddir və bu fikri Hasan Paşa məclisdə olarkən, Xodkarın məclisində olarkən Xodkara söyləyir. 72-ci sual. Acığı tutanda qara daşı kül eləyən, qara bığını boynunun ardından 7 dəfə düyünləyən, bu bizim olacaqdır qara günə obrazımız, çünki onun səciyyəvi cəhətləri burada söylənir. 73. Durnalar qoşmasının məzmununa aid olan fikri seçin. İctimai mətləblər açıq şəkildə işarə edilibdir. Xeyr, üstü örtülü şəkildə ictimai mətləblərdən danışır. Lirik qəhrəman durnaların yarından xəbər bildiyini zənn edir. Bəli, deyir ki, var isə canandan sizdə bir xəbər, mənə söyləyin həmin xəbəri. Burada doğru variantımız B variantıdır. Durnaların danışığından müəllif şübhələnmir. Belə bir fikir yox idi. Lirik qəhrəman durnalar vasitəsilə sevdiyinə xəbər göndərir. Sevdiyinə xəbər göndərmir, sevdiyindən xəbər almağa çalışır. Müəllif əsəri yazarkən sürgündə idi. Buna görə də əsərdə yalnız vətən həsrəti, xeyr, təkcə vətən həsrəti deyil, həm də sevgilisinə olan həsrət yer alır. Füzulinin yaradıcılığı ilə bağlı fikirlərdən səhv olanı seçin. 74-cü sual. Füzuli qəsidələrini daha çox ana dilində yazmışdır. Bu doğrudur. Leyli Məcnun, Bəngübadə, Söhbətül Əsmar, Həft Cam Füzulinin ana dilində yazdığı poemalardır. Burada yanlışlıq var. Ne üçün? Çünki Həft Cam ana dilində yox, fars dilində yazılmış poemadır. Ona görə də B variantı doğru deyil. 76-cı suala baxırıq. Pəri əsərinə aid olan fikri seçin. Pərinin ellər gözəli olmasına səbəb onun yalnız xarici baxımdan gözəl olmasıdır. Xeyr, Pəri həm xarici, həm də daxili gözəl idi. Qoşmanın formaca növü olan gözəlləməyə aiddir. Bu da yanlışdır, çünki Pəri formaca yox, məzmunca növü olan gözəlləməyə aiddir. Lirik qəhrəman sevdiyini günəşə bənzədir, onu özünə duaçı hesab edir. Günəşə bənzədir, günəşdəki hər çıxanda səhərdən deyir. Amma onu özünə duaçı hesab etmir, özünü ona duaçı hesab edir. Buna görə də C variantı da yanlışdır. Pərinin gözəlliyinin elə anadan olandan olması əks olunub. Bəli, deyir ki, sən elə anadan gözəl doğubsan. Ona görə də 76-da variantımız olacaq D variantı. 77. Düratın itməyi qolunda verilmiş nümunədə kimdən bəhs olunur? Yenə də Qaraxan ilxıçıları, mehtərləri yığmışdı başına. Bir də baxdı ki, budur bir adam gəlir, elə bil ki, Rüstəm Zaldır. Amma paltarının ilxıçıya oxşayır. Bu fikrimiz aid olacaqdır Koroğluya, çünki bu fikirlər Koroğlu haqqında söylənir əsərimizdə. 78. Sayıcı sözlər haqqında verilən fikirlərdən biri səhvdir. Əmək nəğmələrinin bir növüdür. Bəli, özünə məxsus melodiyaya malik olur. Bu yanlışdır. Çünki sayıcı sözlər nəğmələrdir və nəğmələrdə özünə məxsus melodiya olmur. Özünə məxsus melodiya xasdır mahnılar üçün. Bir sıra nümunələri bayatı formasındadır, doğrudur. Qoyunçuluqla bağlı yaranmış nəğmələrdir, bunlar da doğrudur. Bu nəğmələrdə adətən qoyuna müraciət olunur. Bəli, nənə manaruş qoyun, qırqovul gözlü qoyun və s. və ilaxır.
79. Salur Qazanın evinin yağmalanması boyunda hansı Oğuz igidinə 2 dəfə yeni rütbə təklif olunur? Bu Qaraca çobandır. Çünki Qaraca çobana bir dəfə kafirin casusu təklif eləyir ki, sən Əmraxur olacaqsan. Əmraxur yox. Torpaq verir, bəylik verir ona. Qazan xan isə deyir ki, əgər döyüşüm uğurlu olsa, sənə Əmraxur eləyəcəm bütün sürülərimin başında. Ona görə olacaq 79-da A variantı. 80. İmadəddin Nəsiminin verilmiş əsərlərindən biri təriqət şeirləridir. Düşdü yenə dəli könül gözlərinin xəyalinə, bu zahiri gözəlliyə həsr olunubdur. Acaba bu huri üzlü məhərbədir ya pərimi? Bu da zahiri gözəlliyə həsr olunmuş əsərdir. Mərhaba insanı kamil, canımın cananəsi, bəli, bu Nəsiminin təriqət şeirlərindəndir. Daha sonra 81. Biri Leylinin anasının Leyliyə nəsihətlərindən deyil. Cövhəri səbir ilə qazanmaq olar, ona görə səbirli ol. Bu nəsihət eləmiş. Belə bir nəsihəti yoxdur. Ey ki gözüm yaman olur ar, namusumuzu itirmə zinhar deyir. Hər gördüyünə meyil salma, hər gördüyünə su kimi axma, bu fikri də deyir. Çalış sənə söz qoşulmasın, sən sadəsən, başqaları neyirəngdir, hiyləgərdir. Qızsan ucuz olma, təmkinini itirmə, bu fikri də söyləyir. 81-də doğru variant olacaq A variantı. Daha sonra 82-ci sual. Mirzə Fətəli Axundzadənin Hekayət-i Müsyo Jordan əsəri ilə bağlı yanlış fikirləri seçin. Hətamxan ağa əsas satirik obraz, tənqid obyektidir. Xeyr, bu əsərimizdə əsas tənqid obyektimiz olacaqdır dərviş. Hətamxan ağa tənqid obyekti deyil. Şərəfnisə, Şəhrəbanu, Xampərə, avam olsalar da əsərdə tənqid hədəfinə çevrilmirlər. Bu fikir də yanlışdır. Çünki onlar avam idilər, bəli, amma əsərdə yumoristik gülüş hədəfinə çevrilirdilər. Biz onlara gülür. Məstəli Şahın fırıldaqçılığını açmaq üçün tipin dili ilə özünü ifşa üsulundan istifadə edilmişdir. Bu Axundzadədə tez-tez rastlaşdığımız bir məsələdir və Məstəli Şah üçün də bu istifadə olunubdur. Məstəli Şahın bəzən başqa dildə danışması onun cadugərlik peşəsinin sirlərini dərindən bildiyini sübut edir. Bu fikir yanlışdır. Cadugərlik peşəsinin sirlərini dərindən bildiyini sübut etmirdi. Sadəcə olaraq xanımlar başa düşməsin deyə o farsça danışırdı. Müsyo Jordan müəllifin yenilik, elm, maarif idealının təmsilçisidir. Bu da doğru fikirdir. 1, 2, 4 variantımız olacaq. D variantı. 83. Qul Əlinin qissi Yusif və Suli Fəqih, Mustafa Zərrinin Yusif və Züleyxa əsərlərini birləşdirən cəhətlər hansılardır? Bunlar fars dilində yazılmayıbdır. Bu fikir yanlışdır. Eyni ədəbi dövrə aid olması orta dövrün nümunələridir. Ana dilində qələmə alınıbdır. Doğrudur. Eyni əsrdə qələmə alınıbdır. Bu da doğru fikirdir. Poema janrında qələmə alınıbdır. Poemadılar. Cavabımız 2, 3, 4 və 5 olacaq. 84. Dəhnamə poeması ilə bağlı doğru fikirləri seçin. Məşuqə mərhəmətli və xeyirxahdır. Bu yanlışdır. Bizim məşuqə obrazımız orada əksinə səbanı saçlarından asır, aşiqə öz üzünü göstərmir, mərhəmətli və xeyirxah deyə bilmərik. Poemada səbr və iradə sayəsində məqsədə çatmağın mümkünlüyündən bəhs edilir. Bu fikrimiz doğrudur. Aşiq orada sonda məqsədinə çatır. Poemada məşuqənin mənəvi aləminə, hiss və düşüncələrinin təsvirinə geniş yer verilməmişdir. Əksinə zahiri görünüşünü təsvir eləmişdilər. Səba məşuqənin qeyri-adi gözəlliyi və təmtəraqlı məkanının qarşısında əndişəyə düşür. Bəli, deyir ki, necə deyir, varacam onun ərzi xidmətinə, fikirlərimi necə söyləyəcəm ona. Əsər sonu ayrılıqla bitdiyi üçün nikbin sonluq hesab olunur. Sonu ayrılıqla bitdiyi üçün nikbin sonluq hesab olunur düşüncəsi yanlışdır. Sonu ayrılıqla bitir, doğrudur, amma biz sonu ayrılıqla bitdiyi üçün nikbin əsər demirik. Əksinə, onların sonda qovuşduqları üçün əsərə nikbin əsər deyirik. Ona görə də burada variantımız olacaq 2 və 4. 85. Ərəb dilli ədəbiyyat nümayəndələri. Ərəb dilli ədəbiyyat nümayəndələrimiz olacaq Musa Şəhavat, İsmail ibn Yəsar, Əbül-Əbbas Əl-Əma. Bunlar 1, 4, 5. Koroğlu eposuna verilən nümunə ilə bağlı düzgün fikirləri müəyyən edin. Nigar Düratın itməyi yandırır məni yandırır, əməyim zaya getməyi yandırır məni yandırır.
Deməli, Koroğlunun dilindən deyilir, bəli. Nicara deyilir. Düratın itməyi qolundandır, doğrudur. Həmzənin qıratı qaçırtması qolundandır, xeyr. Cərailinin iç bəndidir, bəli. Cərailinin iç bəndidir. Koroğlunun Dəli Mehtərə cavabındandır, Dəli Mehtərə yox, Nigara cavabındandır. Ona görə də 1, 2, 4 doğru variantımız olacaq. Sonra 87. Uyğunluğu müəyyən edin Fəxrəddin və Səadət xanım üçün. Fəxrəddin 3 ay deyil Almaniyadan gəlibdir. Mən onu görməmişəm. Bu nitq Gülbahara aiddir. Gülbahar. Gülbaharın xətrinə dəyməyin, incitməyin. Gülbaharın xətrinə dəyməyin, incitməyin. Bu Mahmuda aiddir. Mahmud bəyə aiddir. Qulaqlarım çar olaydı bu günü bu əhvalatı eşitməyəydim. Bu da yenə də Gülbahara aid nitqdir. İndi bir qalıb Rüstəm bəy ilə danışmaq. Bu, bəli, Fəxrəddin bəyə aid nitqdir. Gülbahar, bu dəqiqə gərək sən gedəsən, burada qala bilmərsən. Bu da Səadət xanıma aid nitqdir. 1D, 2Y olacaq. 88 situasiya sualıdır. Artıq situasiyanı belə eləyirəm oxumayanlar üçün. Və 88-ci sual. Əsərdəki hadisələr nəzərə alınmaqla altından xətt çəkilmiş hissəyə yazılacaq ifadəni müəyyən edin. Burada deyir ki, bir şah qonşu ölkənin hökmdarına çapar göndərdi. Çapar yolda vacib xəbər olduğuna görə, mühüm xəbər çatdıracağına görə çox tələsir, atını sürətlə çapır deyə bilərik. Və yaxud da buna uyğun olaraq, yəni xəbərin vacibliyini, mühümliyini vurğulayacaq versiyalarımızdakı ifadələrimiz doğru ifadələrdir. Mətnə əsasən cədvəli doldurun. Mövzu, problem, problemin həlli. Mövzumuz qara quyruqlu ağ atın padişaha hədiyyə verilməsi mövzusunda yazılıbdır əsər. Problem, hər iki şah öz niyyətlərini tam olaraq anlada bilməmişdilər. Yəni, hər ikisi fikirlərini çatdırırlar, lakin çatdırdıqları fikirlərdə biraz qeyri-tamlıq olduğuna görə hər ikisi səhv başa düşürlər, nəticədə də bir-birlərini qırğına verirlər. Problemin həlli isə danışıqlar yolu ilə əsas məqsədin, əsas niyyətin açıqlanması, mətləbi doğru və aydın söyləməkdir. Mətnin ideyasını müəyyənləşdirin. Biz mətndə görürük ki, şahlar bir-birini anlamır və bunun üstündə onların mübahisələri düşür, iki ordu bir-biri ilə qarşılaşır. İdeya sonda gəldiyimiz qənaətdir və əsərin ideyası olar ki, əgər biz sözü düzgün, mətləbi aydın anlatsaq, başa salsaq, heç bir yanlışlığa və yaxud da heç bir anlaşılmazlığa yol vermərik, yol verilməz. İdeyamızı belə düşünə bilərik.